Axşamınız xeyirli olsun. Radyo Vəkil proqramı Yurt FM radiosunda efirdə öz işinə başlayır. Sizinlə mən Xəyal Orucoğlu və düz bir saat ərzində həm söhbət olacaq və bu bir saat ərzində sizinlə müzakirə edəcəyimiz və danışacağımız qanun çərçivəsində hüquqi müstəvidə olan mövzumuz olacaq və eyni zamanda təbii ki sizi də maraqlandıran suallara burada cavab verməyə çalışacağıq. Məlumat üçün bildirim ki, Radyo Vəkil proqramı həftə içi 5 gün yayımlanır. Axşam saat 6-dan 7-yə qədər və bizim vəkil qonaqlarımız olur ki, vəkillər kollegiyasının üzvü olan həmin qonaqlarımız həm sizin, həm də bizim suallarımızı cavablandırırlar. Gəlin əvvəlcə qonağımızı sizə təqdim edim. Daha sonra bugünkü mövzumuz barəsində danışarıq və əlbəttə ki, siz də öz suallarınızı bu istiqamətdə bizə yönləndirə bilərsiniz. Bu arada nömrələrimiz 099 6 907 907. Bu bizim WhatsApp nömrəmizdir və suallarınızı yaxşı olar ki, məqsədə uyğundur ki, yazılı formada yazırsınız, göndərirsiniz. Biz də burada vəkilimizdən cavabını almış oluruq. Eyni zamanda bizi hazırda sosial media hesablarından da izləyə bilərsiniz. Hal-hazırda Yurt FM-in həm YouTube, həm TikTok səhifələrində, eyni zamanda Vaxt Medianın da YouTube və TikTok kanallarında hazırda bizi izləmək mümkündür. Bugünkü vəkil qonağımız Vəkillər Kollegiyasının üzvü Dədəkişi Vəlizadədir. Xoş gəlmisiniz, salamlayırıq sizi. Xoş gördük, axşamınız xeyir olsun. Dədəkişi bəy, bu bir saat ərzində dinləyicilərimizdən gələn suallar olacaq. Bu barədə artıq məlumatlısınız. Və əlbəttə ki, eyni zamanda bizim həm də bugün müzakirə edəcəyimiz bir mövzumuz da var. Bu mövzumuzu istərdim ki, dinləyicilərimizdən bir xeyli bu səpkili suallar gəlir və çox soruşan adamlar var bu məsələni. Ailə başçısı əgər vəfat edərsə, yəni artıq məlum oldu ki, biz mülki və vərəsəli məsələsindən başlayacağıq. Ailə başçısı vəfat edərsə, onun adına olan ev, onun olan əmlak necə bölünür və ya kimə qalır? Bax, belə konkret bir sual qoysaq, qanunvericilik məhz bu pay bölgüsünü necə müəyyənləşdirir? Buyurun. Axşamınız xeyir olsun. Əslində çox aktual mövzudur. Bu mövzuya görə də sizə təşəkkür edirəm. Bir şey deməliyəm ki, ailə başçısının anlayışı ümumiyyətlə sosial təminat hüququ ilə bağlı ifadədir. Yəni, hüquqda vərəsəlik münasibətlərində vərəsənin ailə başçısı olması, olub-olmaması bir o qədər də aktual deyil. Yəni, bir o qədər də vacib məsələ deyil. Baxmaq lazımdır ki, şəxsin ümumiyyətlə fərq etmir. Ailə başçısı olsun, övlad olsun və ya hər hansı ailə fərdi olsun, onun əmlakı varmı və ümumiyyətlə miras məsələsi təbii ki, əmlakla bağlıdır. Yəni, burada ailə başçısı olub-olmaması önəmli deyil. Bu sosial təminat hüququnda ailə başçısını itirməyə görə pensiya məsələsində ailə başçısının kimliyi, ailəni dolandıran şəxs olması və s. bu sosial təminat hüququ ilə bağlı məsələdir. Ümumiyyətlə, vərəsə dediyim kimi vəfat edəndir və vəfat edən şəxsin vərəsələri isə vəfat etdiyi anda, yəni vəfat öldüyü anda və ya ölmüş elan olduğu anda sağ olan şəxslərdir və onlar həmin o vərəsənin qanunda göstərilən mərhələlə uyğun olaraq 1-ci, 2-ci, 3-cü, 4-cü dərəcəli vərəsələrdir. Bu şəxslər də dediyim kimi sağ olan şəxslərdir. Əgər 1-ci dərəcəli vərəsələr sağ deyilsə 2-ci dərəcəli, 2-ci dərəcəli vərəsələr sağ deyilsə 3-cü dərəcəli vərəsələrə keçir. 2 cürdür vərəsəlik hüququnda ümumiyyətlə vərəsəlik məsələsi qanun üzrə vərəsələr və ya vəsiyyətnamə üzrə vərəsələr. Qanun üzrə vərəsələr dediyim kimi qanunda nəzərdə tutulan şəxslərdir. Bayaqlar çəkdim növbəlik qaydasında uyğun olaraq. Bir də var vəsiyyətnamə üzrə vərəsə ki, bu da vərəsənin sağ olarkən öz əmlakı üzərində iradi ifadəsi ilə vərəsənin vərəsələr arasında və ya üçüncü şəxslərdən hər hansı birinə öz əmlakını ötürməsindən söhbət gedir. Mütləq nəzərə alınmalıdır ki, bu şəxsin öz əmlakı üzərində son iradi ifadəsi kimi qiymətləndirilir. Bu yerdə elə mütləq onu da vurğulamalıyam ki, qısa məlumat verirəm, bəlkə də ona gələcək suallar da olacaq, amma bir şey unutmaq olmaz ki, məcburi pay hüququ deyilən bir hüquq var ki, bu hüquq vərəsətnamədə yazılıb olub-olmamasından asılı olmayaraq birinci növbəli vərəsələrin mütləq hüququdur. Bu atadır, anadır, övladlardır və yəni uşaqlarıdır və ər və ya arvaddır ki, bunların məcburi pay var ki, bu da bir payın yarısı qədər paydır və həmin şəxslərin vəsiyyətnamədə adları olmasa da onlar bir payın yarısı qədər şərti olaraq deyək, 3 qardaşdır, bütün ata bir əmlakını bağışlayıb, vəsiyyət edib birinə, bu deməkdir ki, digərlərinin həmin payda vərəsəliyi yoxdur, onların bir payın yarısı qədər həmin əmlakdan pay tələb etmə hüququ
vardır. Bunu da xüsusi olaraq da və üçüncü bir şəxsə də vəsiyyət edə bilər. Yenə də o məcburi pay hüququ saxlanılır. Bir nüansı soruşacağam sizdən. Mən indi ailə başçısı deyəndə ümumi yanaşdıq məsələyə. Çox haqlı məsələni qeyd elədiniz ki, misal üçün burada söhbət ailə başçısı olmaya bilər. Deyək ki, şəxs ev deyək ki, övladının da adını ola bilər, amma bir ailə orada yaşaya bilər və yaxud da ki, ananın da adını ola bilər, orada ata da yaşamış ola bilər övladları ilə birgə. Yəni sadəcə olaraq bir ata deyək, fərz edək ki, bir ata var və o atanın adına bir ev var və həmin ev deyək ki, ata vəfat etdi. Bizdə niyəsə belə bir fikir formalaşıb ki, ata vəfat etdisə, ev avtomatik olaraq ananın adına keçir. Əslində belədirmi? Yəni ev avtomatik olaraq kimisə adına keçirmi, yoxsa bax o nüansı istədim əslində konkretləşdirək. Bu mental baxımdan bu formadadır. Məsələlər bu formada tənzimlənir, amma məsələn belə bir qanuni tərəfdən necədir? Belə bir şey də deyim. Məsələn sizin dediyiniz adətlərlə bağlı bir dənə də əlavə mən adət deyim. Belə bir adət var. Məsələn mən imişdənən biz tərəfdə belə bir adət var ki, uşaq evin kiçiyi uşaq evin ailənin kiçiyinə qalır. Bəli, çox yerdə belə bir adət var və kiçik oğula qalır. Kiçik oğula qalır, kiçik övlada qalır. Amma hüquqda belə deyil. Hüquqda bilavasitə bütün vərəsələr bərabər tutulur. Birinci növbəli vərəsələrdə deymir ki, kiməsə çox. Dediyim kimi burada birinci növbəli vərəsələr ər, arvaddır, indi hansı rəhmətə gedibsə digəridir, uşaqlardır, ata və anadır ki, bunlar birinci növbəli vərəsədir və onlar bərabər vərəsə sayılır. Lakin burada bir istisna var. Nikah dövründə əldə olunan əmlak üzərində isə mütləq qayda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məcəlləsi, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşdırılan vahid mövqe bundan ibarətdir ki, ər-arvadın nikah dövründə əldə etdiyi əmlak kimin adına qeydiyyata almasından olmayaraq o birgə mülkiyyət hesab olunur və onun yarısı bir qayda olaraq yarısı digər vərəsiyə çatır. Yəni şərti olaraq 100.000 manatlıq, 100.000 manat dəyərindəki evin bir daşınmaz əmlak götürəydi, indi dəyərini kənara qoyub, daşınmaz əmlak nikah dövründə əldə olunubsa, onun yarısı qadınındır, yəni arvadındır. Yerdə qalan yarısında isə, yəni ərin payında isə arvadın vərəsəlik hüququ var. Yəni belə götürək, bir qız, tutaq ki, bir anadır, bir dövladdır, qızdır, şərti olaraq deyək, ata rəhmətə getdi. Nikah dövründə əldə olunan əmlakdır. Yarısı ananındır. Avtomatik. Hə. Çünki onundur, nikah dövründə əldə olunur. Yarısında isə arvadın payı var. Arvad olduğuna görə yəni, payı var. Yəni yerdə qalan 50%-də həm də ananın payı var, həm də 75% anaya çatacaq, 25% isə ümumilikdə. Yox, 25% qıza çatacaq, 75% anaya çatacaq. Orada çünki ananındır zaten bu. Ananın payı üzərində digərinin vərəsəlik tələb etmə hüququ istisna olunur. Amma bu o halda ola bilər ki, ana da vəfat etsə, onda bu dəfə qızı vərəsə kimi bir növ əgər ümumi uşaqlarıdırsa, əgər qız deyək ki, atanın həmin o yoldaşındandırsa, belə demək mümkündürsə, o halda hə. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Suallarınızı bizə göndərə bilərsiniz və qeyd edim ki, biz bugün ümumiyyətlə vərəsəlikdən, yəni bir şəxsin evi varsa və yaxud da ki, həmin şəxsin adına bir mülk varsa, o həyatla vidalaşsa, bu mülk necə bölünür, hansı formada bölünür və kimə çatır? Bax, bu istiqamətdə bir müzakirəni başladıq sizinlə birlikdə və gələn suallarımız var. Mən ümumilikdə dinləyicilərimizdən gələn sualları gün ərzində də götürürəm, özümdə saxlayıram, hansılar ki və həmin mövzulara uyğun, həmin ixtisaslara uyğun, necə deyərlər, vəkillərimiz olduqca, həmin sahələrdə işləyən vəkillərimiz gəldikcə onları ünvanlayıram. Dinləyicilərimizdən gələn sualları səsləndirəcəm və yeri gəlmişkən siz də öz suallarınızı bizə elə sosial media üzərindən, eyni zamanda hal-hazırda Vaxtı Medianın həm YouTube, həm TikTok səhifəsində canlı yayımlanırıq. Oradan da bir xeyli bizi izləyən izləyicimiz var və bundan savayı Yurd FM-in də YouTube və TikTok səhifəsində bizə öz suallarınızı göndərə bilərsiniz. Sualları yazılı şəkildə qəbul edirik. Mümkünsə yazılı formada göndərin. Səs dinləmək və yaxud da ki, zənglə qoşmaq vaxt alır deyə bir o qədər imkanımız yoxdur. Və bir dinləyicimiz, bir izləyicimiz sosial media hesabından yazıb ki, atanın adına bir çox ev var. Amma ata adına olan evlərinin hamısını oğluna verir, qızına yox. Bunu edə bilər ya yox. Yəni adına bir çox ev var, lakin qıza heç nə vermir. Bütün evləri oğlun adına keçirilir. Burada vermə anlayışını gəlin biraz açaq. İki yolla verilə bilər. Ya vəsiyyətnamə eləyə bilər, ya da gedib oğluna bağışlaya bilər. Bəli. Birinci halla bağlı deyim, sonra keçim ikinci hala. Birinci halda etsə belə bayaq da bildirdik, məcburi pay hüququ qızın saxlanılır. Əgər bir qız bir oğlandırsa,
arvad yoxdursa, belə hesab eləyək, sualda yoxdur. Çünki bütün evləri, deyək ki, şərti olaraq, bütün evlərin dəyəri şərti olaraq 100 mindirsə, demək ki, bu 2 nəfəri payçıdırsa, hərəsinə 50-50 düşür də, belə götürək də. Demək ki, qızın da payı 1 payın yarısı qədərdir. Əgər 1 pay 50 mindirsə, bunun yarısı 25 mindirsə, ata hətta vəsiyyətlə bütün əmlakını oğula versə belə, qızın 1 payın yarısı qədər pay hüququ qalacaq. Vəsiyyətlə versə? Vəsiyyətlə versə. Amma yox, bütün əmlakı bağışlasa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində mövqeyi var. Mülki məcəllədə buna bənzər mövqeyi var ki, bağışlanmış əmlak üzrə predmet 2 il ərzində, yəni bağışlandı. Əgər ata bu kazus üzrə deyir, ata 2 il ərzində rəhmətə getsə, 2 il ərzində rəhmətə getsə, o vəsiyyətnamə kimi qiymətləndirilir. Və vəsiyyətnamə kimi qiymətləndirilərək 1 payın yarısı qədər yenə də qızın pay hüququ iddia qaldırmaq imkanı var. Bəs yaxşı deyək ki, atanın 5 dənə deyil, 3 dənə deyil, nə bilim, 10 dənə tutaq ki, evi var. O istədiyi övladına bunun elə 5-ini də birdən bağışlaya bilərmi? Belə bir hüququ varmı? Məsələ də ondadır. 5-in yox, 175-ini də bağışlaya bilər. Yəni əmlak üzərində Azərbaycan Respublikası Konstitusiyası da göstərir ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət mülkiyyət hüququnun qorunmasına təminat verir. Yəni mülkiyyət hüququ şəxsin 3 hüququnun birləşməsidir. Sahibli istifadə və sərəncam hüququnun. Sərəncam hüququ konstitusiyon hüquqdur. Yəni mən istədiyim əmlakımın üzərində istədiyim cür sərəncam verib, onu dağıda da bilərəm. Yəni müəyyən istisnalarını dağıda bilərəm. Yəni istədiyi əmlakı istədiyi şəxsə bağışlaya bilər. Bununla bağlı məhdudiyyət istisnavi hallarda ola bilməz. Bəs digər uşaqların biz iddia qaldırmaq imkanı onu demək istəyirəm. Qanunvericiliyin həmin övladlarına qarşı, övladlarının hüququ ilə bağlı ona görə məcburi pay hüququ verib. Yəni 1 payın yarısı qədər ona görə məcburi pay hüququ verib ki, digər övladda həmin paydan öz məcburi payını tələb eləyə bilsin. Aydındır. Reklamlara ayrılacaq. Siz suallarınızı bu əsnada bizə göndərin. Yazılı formada Dədəkçi Vəlizadə bugün bizim vəkil qonağımızdır. Sizin və bizim suallarımızı cavablandırır və bugünkü mövzumuzla bağlı çox maraqlı məsələlərə, maraqlı məqamlara toxunur. Ona görə də elə indidən yazın ki, sonra suallarınız ertələnmiş olmasın. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bizi hal-hazırda sosial media hesabından izləyən izləyicilərimiz də var. Qeyd edim ki, Vaxt Medianın həm YouTube, həm TikTok səhifəsində, eləcə də Yurd FM-in YouTube və TikTok səhifələrində hazırda canlı yayımlanırıq. Oradan da mövzumuzla bağlı belə desək vərəsəlik, ev, mülk hansı formada kimə ötürülür? Əgər ailənin mülkün sahibi vəfat edirsə, bax bu istiqamətdə bir sualımız var. Gələn sualları cavablandırma imkanımız var. Hələ isə reklam arasıdır. Qaldığımız yerdən davam edirik. Radyo Vəkili proqramını dinləyirsiniz və qeyd edim ki, bugünkü vəkil qonağımız Dədəkçi Vəlizadədir. O həm sizin, həm də bizim suallarımızı cavablandırır. Varsa suallarınız yazın bizə. Biz bugün ailənin başçısı və yaxud da ki, ev sahibi vəfat edərsə, onun evi kimin adına keçir və hansı formada ev, necə deyərlər, övladlarına mı, xanımına mı və hansı istiqamətdə bax bu evin bölgüsü aparılır, bu istiqamətdə danışırıq biz də və mövzumuzla yanaşı qeyd edim ki, sizi maraqlandıran məsələləri də cavablandırırıq. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bu nömrələrdə suallarınızı yazılı formada qəbul edirik. Eyni zamanda bizə həmçinin sosial media hesablarından da yaza bilərsiniz. Bu dəqiqələrdə Vaxt Medianın həm YouTube, həm TikTok səhifəsində yayımlanırıq və eyni zamanda Yurd FM-in də YouTube və TikTok kanallarında hazırda yayımımız gedir. Yazın oradan da suallarınızı burada səsləndirək. Reklam arasında bir dinləyicimizin şans əsəri deyək, səsini dinləmə imkanımız oldu ki, sual ünvanlayıb ki, atası və anası vəfat etmiş bir uşağın qəyyumu olaraq tanınıb. Deyir ki, mən müavinətlə bağlı müraciət etdim. Qəyyum olduğum halda deyir, o müavinətlə bağlı hər hansı bir deyir, mənə imtina cavabı gəldi. Belə olan halda nə edeyim və nə kimi hara müraciət edə bilərəm? İnzibati orqandır. İnzibati orqan həmin o müavinəti ödənməsən imtina edirsə, İnzibati prosessual məcəllənin tələbi göstərir ki, imtinanı aldığınız vaxtdan 30 gün müddətində inzibati qaydada məhkəməyə müraciət etmək olar. Amma hər bir halda baxmaq lazımdır, imtinanın əsası nədən ibarətdir? Ümumiyyətlə, həmin o qəyyumluq rəsmi qaydada müvafiq icra hakimiyyəti orqanından, yəni icra hakimiyyətinin qəyyumluğundan həmin o rəsmi olaraq qəyyum kimi tanınmışdırmı? Tanınmışdırsa, onun subyektiv hüququ yaranır. Bu halda faktiki hallarına baxmaq lazımdır. Əgər faktiki halları hesab etsək ki, qanuna uyğun deyildir, o baxımdan dediyim kimi inzibati qaydada məhkəməyə mütləq şəkildə müraciət etmək lazımdır. Mütləq nəzərə alınmalıdır ki, məcbur etmə barədə iddialar 30 gün müddətində məhkəməyə müraciət etməlidir. Həmin 30 gün müddətin keçməsi istisnavi hallar olmasa, məhkəmə tərəfindən iddianın rədd edilən, mümkünsüz sayılması üçün əsasdır. Deyir ki, həyat yoldaşım vəfat eləyib, rəhmətə gedibdir. Mən onun adına olan evi necə keçirdə bilərəm öz adıma? Əgər dediyim kimi, əgər onun
vərəsəlik hüququ konkret olaraq, yəni mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr və kadastr xidməti tərəfindən dövlət reyestrində qeydiyyata alınmışdırsa, bu halda çox asan notariusa müraciət etmək lazımdır. Notarius tərəfindən vərəsəlik işi açılacaq. Əgər digər vərəsələr məsələsi araşdırılacaq. Əgər tək vərəsədirsə, indi sualda yoxdur. Tək vərəsətçi qanun üzrə vərəsəlik şəhadətnaməsi alıb əldə edəcək. Əgər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdırsa, şərti olaraq həmin evin sənədi yoxdursa, bu halda notarius vərəsəlik işi açmır və məktub ünvanlayır daşınmaz əmlakın dövlət reyestrinə, deyək ki, hər hansı bir sənədi var. Məsələn, torpağın bələdiyyə sənədi var və s. Mülkiyyət kimi tanıdıqdan sonra, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin o hüquq tanınır. İndi bu sualda bilinmir daşınmaz əmlakın üzərindəki hüquqlar hansı yerdədir. O baxımdan da tam dəqiq cavab vermək olmur. Deyir ki, qanun deyir ki, evlilik vaxtı alınan mülk hər iki tərəfə aiddir. Yəni, ərlə arvadın mülküdür. Bəs niyə yol polisi deyir, avtomobili saxlayanda etibarnaməsi sürən həyat yoldaşını cərimələyir? Bununla bağlı Konstitusiya Məhkəməsinin mövqeyi var. Birinci, ona görə ki, nikah dövründə alınan əmlak bir qayda olaraq ər-arvad ümumilki mülkiyyətidir. Ümumiyyətlə, etibarnamə institutu bunu deməliyəm. Etibarnamə institutu ümumiyyətlə mənasızdır daşınar əmlak üzərində. Daşınar əmlak üzərində bir çox dövlətlərdə ümumiyyətlə etibarnamənin olması, ümumiyyətlə Roma hüququndan başlayaraq da daşınar əmlak kimdədirsə hesab olunur ki, ondadır prinsipi ilə hərəkət olunur. Yəni, daşınar əmlakın onundur da. Daşınar əmlakın üzərində mənə görə də etibarnamə lazım deyil. Ümumiyyətlə, adam əgər avtomobili oğurlanıbsa, hüquq mühafizə orqanlarına müraciət edəcək ki, bu daha rahat olar. Hər bir halda bugünkü qanunu desək, bugünkü qanunun mövqeyi ondan ibarətdir ki, nikah dövründə əldə olunan əmlak 2 nəfərin hesab olunsa belə, yəni bununla bağlı bu bir qaydadır. Ola bilər ki, tərəflər arasında bununla bağlı razılaşma var ki, yalnız ərindir, yalnız arvadındır. Hər bir halda dövlət reyestrində o kimi qeydiyyata alınıbsa, biz desək ki, ikisinindir, amma hər bir halda kimin adına qeydiyyata alınıbsa, artıq hesab olunur ki, onundur. Onun olduğuna görə həmin əmlakın üzərində iradə ifadəsi də ona məxsusdur və ona məxsus olduğuna görə qanunvericinin tələbi ondan ibarətdir ki, etibarnamə olsun. Konstitusiya Məhkəməsi də bununla bağlı mövqeyini bildirib ki, etibarnamə olsun. Yalnız bir istisna qoyub ki, əgər birgə mülkiyyət olması ilə bağlı şəhadətnamə olsa, məsələn, avtomobil 2 nəfərin də adına olsa, onun adına notariusda bir şəhadətnamə olsa, o halda hər ikisi onun üzərində istifadə hüququna malikdir. Aydındır. Suallarınız varsa yaza bilərsiniz. Bir izləyicimiz yazıb ki, deməli borcu var. Deyir, iş yerimə məktub göndəriblər. Yəqin ki, böyük ehtimal ki, bu bankdır. Deyir ki, məktub göndəriblər, maaşımın 50%-ni tutmaqla hədələyirlər. Bu hal qanunidirmi? Ümumiyyətlə, belə bir məsələ var ki, hədəliyirlərsə hələ göndərməyiblər yəqin ki, amma sırf qanuni tərəfini desək, Azərbaycan Respublikası icra haqqında qanunun 24-cü maddəsində göstərilib ki, icra sənədi aidiyyəti üzrə icra olması üçün iş yerinə göndərilə bilər. İcra sənədi təkcə məhkəmə qərarı deyil, icra qeydi ola bilər, bələdiyyə sənədi ola bilər, qayının yazdığı, həmin o qayı deyirik, dövlət yol polisi xidmətinin yazdığı cərimələr də əmək haqqından tutulmaqla icra oluna bilər ki, bu da qanunidir, 50%-ə qədərdir, aliment 70%-dir, vergi borcları 70%-dir. Sağlamlığa vurulan zərərə görə tutulan məbləğ 70%-ə qədərdir. Amma bir qayda olaraq bank borcları isə, həmin o bankdırsa, əgər siz dediyiniz ki, haqlıyıqsa, bank borcları 50%-ə qədər tutula bilər. Amma burada qanunda bunu da deməliyəm, 50%-ə qədər yazır. Bu da icra məmurunun diskresyon səlahiyyətidir. Yəni 25 də ola bilər, 30 da ola bilər. Bu da balanslı yanaşmaqla, yəni iddiasının və cavabdehin maddi vəziyyəti, borcun məbləği yanaşmaqla icra məmuru onu müəyyən edir. 50% yox, 30% ola bilər, 40% ola bilər. Amma deyək ki, şərti olaraq borc, məsələn deyək də, 30 mindirsə, bu indeksasiya məsələsi var da, 30 min ilə tutulacaq, onun maaşına qədərdir. Bu kimi balanslı yanaşma tətbiq edilməklə icra məmuru faizi müəyyən edir. Aydındır. Bir dinləyicimiz yazıb ki, mənim nə sualım, nə də problemim var, amma verilişiniz çox maraqlıdır. Biz sizə təşəkkür edirik dəyərləndirdiyiniz üçün, minnətdarıq. Çox sağ olsun dinləyicimiz də. Yer gəlmişkən bir dinləyicimiz də bir sual yazıb sosial media hesabından. Bilməm, bu sualı cavablandırma imkanımız var, yoxsa yox. Çünki bugün biz mülki məsələlərlə bağlı danışırıq. Mən şəkər xəstəliyi olan bir adamam. İxtisara düşə bilərəmmi iş yerində? Yəni, məni ixtisar edə bilərlərmi? Bu imtiyaz bir istisna hal kimi şəkər xəstəsi olması onu... Ümumiyyətlə, o norma, necə, yəni ixtisar olunarkən ixtisarda üstünlük verilən şəxslər var. Bəli. Həmin üstünlük verilən şəxslər, belə deyək də, yəni onun peşə fəaliyyətinə 70-ci maddənin B-sindən danışır da, şəkər xəstəliyin olması əsası ilə çıxarıla bilməz. Amma adam şəkər xəstəsidirsə və belə deyək ki, məsələn, mənim mühasib
şirkətimdə şərti olaraq 5 dənə mühasib var. Belə işə götürən marağı baxımından baxanda 5 mühasib var. Məsələn də mənim bu saat əmək haqqı ödəmək 5 ilə şəkər xəstəliyindən əziyyət çəkir də. Mənim də 5-nə də əmək haqqı ödəmək imkanım yoxdur. Və maddi imkanım yoxdur. Ya şirkəti bağlamalıyım, ya da 5-nə və ya mənim maddi gücüm, daha doğrusu iş yüküm o qədər də çox deyildi, azalıb. İxtisar eləmək axı mənim əmək məcəlləsi də göstərir ki, mənim hüququmdur bu. Yəni mən onda heç bir işçini çıxarda bilməməliyəm. Müddəti bitdiğinde bəzi vəzifələrdə olmaz, amma müddəti bitsə mən bunu çıxarda bilməliyəm. Şəkər xəstəliyindən bağlı məsələ isə şəkər xəstəliyi əsası ilə çıxarıla bilməz. Məsələn, belə deyim də, məsələn, hamilə qadın hamiləlik əsası ilə çıxarıla bilməz. Bu demək deyil ki, hamilə qadın məsələn də 70-ci ilsindən nəzərdə tutulan bir hərəkət eləyəcək, əmək intizamını pozacaq, məsələn, iş yerində inzibati, üzr istəyirəm, iş ahəngini pozan söyüş söyləyəcək və s. və axıra, mən onu çıxarda bilmərəm. Belə bir qanunvericidə qadağanedici norma müəyyən edilə bilməz. Bu işə götürəni də bilavasitə o öz kadrı müəyyən eləməlidir, öz işi müəyyən eləməlidir. Bəlkə bunun 5 dənə mühasibə yox, 2 mühasib bunun bütün işlərini görür. Niyə 5 dənə mühasib saxlasın? Çox gözəl izah etdiniz. Təşəkkür edirəm sizə. Bax belə bir cavabı almış oldu bizim izləyicimiz də. Yeri gəlmişkən sizin də suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Dədəkişi Vəlizadə bugün bizim vəkil qonağımızdır, Vəkillər Kollegiyasının üzvü və göndərilən sualları da çox ətraflı şəkildə və detallarından sağ olsun izah edir. Sizin də varsa suallarınız yaza bilərsiniz. Bizi hal-hazırda Yurd FM-in həm YouTube həm TikTok səhifəsində, eləcə də Vaxt Medianın da YouTube və TikTok kanallarında hazırda izləmək imkanınız var. Digər bir sual var. Mövzumuzla bağlı olan bir sualdır. Ata evi 10 il əvvəl qızına verib. Əgər ata indi rəhmətə gedibsə, oğlu vərəsəlik iddiası edə bilərmi? Verib. Necə verib? Yəni fərzdəki bağışlayıb. Bağışlayıbsa yox, artıq 10 il keçirsə, o Avropa İnsan Hüquqları Məhkəməsində qərarlarında göstərilir. Bizim son qərarda iqtisadi dəyər anlayışı var. O 10 ildə o əmlaka sahiblik eləyir, istifadə eləyir, sərəncam verir. Yəni onun bir iqtisadi dəyərini qoruyur və s. və axıra. Yəni bu baxımdan da artıq onundur da, belə demək mümkündür. Artıq 10 ildə böyük bir müddətdir. Qanunda da 2 il ərzində nəzərdə tutulub. Ona görə də artıq ata bu gün də verəsə, bu gün də həmin o ataydı səhv eləmirəmsə, o rəhmətə getsə artıq ona oğlan yəni bir tələb hüququ istisna olunur. Yəni qardaşın tələb hüququ istisna olunur deyirsiniz. Digər bir sualımız da var. Sosial media hesabından dinləyicimiz yazıb. Deyir ki, icbari sığortanın vətəndaşa neçə gün ərzində ödənilməlidir? Yəni 50'liyi aldıktan sonra deyir. Bilməm indi bu sualı cavablandırma imkanımız var. 50 ilə sual necə idi? Deyir ki, icbari sığortanın vətəndaşın neçə gün ərzində ödənilməlidir? Yəni o sığorta haqqını yəqin nəzərdə tutur. Hansı ki, deyir ödənilməlidir 50'lik aldıktan sonra, yəni ödənişi soruşur. Konkret gün bildiyim qədər 7 gündür, amma yanlış eləyə bilərəm. Mən bildiyim qədər icbari sığorta haqqında qanunda 7 gün idi ödənişi verməsi və gecikdirmə görə 0.1% dəbə nəzərdə tutmuşdu. Amma yenə deyirəm, rəqəmləri tam yolda saxlamaq olmur. Ona görə də üzürlü saymaqlarını xahiş edəcəm. Bəli, təşəkkür edirik cavabınız üçün. Deyir ki, mən bağ sahəsi almışam, adıma sənədləşib. Bağı satanın ögey anası iddia qaldırıb. Bu nə dərəcədə düzgündür? Bağ sahəsi atasının ölümündən sonra satılıb. Deməli, bağ sahəsi almışam, adıma sənədləşdirilib və indidir bağı satanın ögey anası iddia qaldırıb. Bu nə dərəcədə doğrudur? Bağ sahəsi atasının ölümündən sonra satılıb. İddiaya baxır. Əgər belə deyək də, bir məsələ var ki, vicdanlı alıcı məsələsi var. Burada vicdanlı alıcı məsələsi ortaya çıxır ki, əgər mənim həmin əmlakın üçün şəxs üzərində, həmin əmlak üzərində hüquqlarının mövcudluğunu bilməmişəmsə və mən əmlakı çıxarışa güvənərək, sənədə güvənərək almışamsa və bununla bağlı vicdanlı alıcı məsələsi ortaya çıxır ki, həmin şəxs vicdanlı alıcı ola bilər. Amma hər bir halda işin faktiki hallarını qiymətləndirmək lazımdır ki, bu ögey ana dedikdə artıq rəhmətə gedəndən sonra vəsiyyətnaməni mən alıb almamağın məsələsini yəqin ki, mübahisələndirir. Belə demək mümkündürsə. O da dediyim kimi, yəni orada baxmaq lazımdır. Vicdanlı alıcı məsələsi bir qayda olaraq tətbiq olunacaq. Çünki bağlarında bilmirdi ki, bunun üzərində başqalarının hüququ var. Mən elə hesab edirəm ki, artıq orada həmin o alqı-satqın mübahisələndirilən bilməz. Əgər qadın müəyyən edirsə ki, bunun hüququ pozulub, vərəsəlik hüququ pozulub, həmin o satıcıya, əgər qadındırsa, ərinin övladına qarşı dəyən zərərin ödənməsi tələbi ilə bağlı məhkəməyə müraciət eləyə bilər ki, mənim vərəsəlik hüququm pozulub və s. və axıra. Və sənədləşmə olubsa necə? Yəni bütün bunlar olduğu halda sənədləşmə aparıla bilərmi? Deyək ki, misal üçün mən sizdən ev almışam, ev adıma sənədləşdirildi. Sabahları məsələn tutaq ki, siz tərəfdən kimsə bir iddia qaldırdı ki, onu demək istəyirəm. Qanunvericilik bununla bağlı vicdanlı alıcı institutunu gətirir. Vicdanlı alıcı institutu əgər həqiqətən də real olaraq, səmimi olaraq belə də mümkündürsə, şəxs
bilmirdisə ki, o əmlak üzərində başqalarının tələb hüququ var və bu əmlakın sənədləşdirilməsi şərti olaraq desək qanunsuzdur və ya vərəsəlikdə hər hansı problem çıxıb, onun vicdanlı alıcı məsələsi var ki, bu adam artıq əmlakı əldə edib. Onun həqiqi vicdanlı davranış nəticəsində, vicdanlı olmayan davranış nəticəsində dəyən zərər, məsələn siz və ya qadındır, onun o davranışı törədən şəxsə qarşı, zənginləşən şəxsə qarşı tələb hüququ yaranır ki, şərti olaraq 100.000 manatlıq evdir, keçib başqasına satıb, buradan 100.000 manat əldə eləyib və s. da. Amma mənə bunun 50.000-i çatırdı, həmin şəxsi məhkəməyə verib artıq dəyən zərəri ödənməsini tələb eləyə bilər ki, bəs mənim vərəsəlik hüququm pozuldu və s. və baxıra. Demək ki, işin həm də detalları çox önəmlidir, bir araşdırma tələb eləyən məsələ. Deyir ki, qaynanam evi yoldaşıma bağışlama etsə, digər övladı nəsə tələb edə bilərmi? Artıq səhvləmirəmsə bununla bağlı analoji suallara cavab verdik, amma bir dəfə də cavab verməkdə fayda var. Dediyim kimi, bağışlanan əmlak bağışlandığı tarixdən 2 il ərzində həmin o qaynana rəhmətə getsə, övladın digər övladın məcburi pay hüququ saxlanılır. Bu Konstitusiya Məhkəməsində mövqeyidir. Qanunda da başqa şəkildə göstərilib 2 il ərzində. 2 ildən sonra qaynana rəhmətə getsə, artıq o vərəsə hesab olunmayacaq. Yəni digər şəxsin ona qarşı tələb hüququ istisna olacaq. Deyir ki, mən 2024-cü ildə Beynəlxalq Bankdan tam kart almışam. Müqavilənin şərtlərinə görə nağdlaşdırma zamanı 1,5% komissiya tutulmalıdır. Lakin 2025-ci ildə pul çəkərkən 2,5% komissiya tutulub. Bank bildiriş göndərməyib faiz artımı ilə bağlı. Mənə kartı 1,5%-lə verib, bir tərəfli qaydada 2,5%-ə qaldıra bilərmi? Müraciət etmişəm banka, deyir, bizdə belədir. Və hər hansı hüququ müstəvdədir, məsuliyyət daşıyırmı Beynəlxalq Bank bununla bağlı? İstehlakçı kimi hüququn pozulmurmu? Buyurun. Ümumiyyətlə, baxmaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi deyir ki, kontragentlər arasındakı münasibətləri, müqavilə tərəfləri arasındakı münasibətləri müqavilə müəyyən edir. Əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa, müqavilənin üstünlüyü məsələsi var, tərəfin iradəsinin üstünlüyü məsələsi var. Biz orada baxmalıyıq müqaviləyə, düzdür, tərəflər müqavilədə yazılan qaydanı bir tərəfli qayda dəyişdirə bilməz. Müqavilə bir tərəfli qaydada ləğv edilmir, bir tərəfli qaydada dəyişdirilmir və s. və axır. Amma tərəflin müqaviləni oxuması məsələsi var. Biz o müqaviləyə baxmalıyıq ki, müqavilədə onun həmin o faizi qaldırmaq kimi hüququ nəzərdə tutulubmu? Bu günlərin məsələn indi müəllim səhv eləmirəmsə, indi izləyicimiz bildirir ki, bank deyir bizdə belədir. Yəqin ki, ona əməkdaş deyil, indi əməkdaşın hərəkəti bankın hərəkəti kimi qiymətləndirilə bilməz indi. Amma hər bir halda nəzərə alınmalıdır ki, burada müqaviləyə mütləq şəkildə baxmaq lazımdır. Müqavilədən onu bir komissiyanı qaldırmaq kimi bir hüququ varsa, o bunu edə bilər. Yoxdursa, müqavilədə bu üzrə qayda nəzərdə tutulmursa, izləyicimiz haqlıdır, müqavilə bir tərəfli qaydada ləğv edilə və dəyişdirilə bilməz. 099 907 907 bizim WhatsApp nömrəmizdir. Suallarınızı göndərə bilərsiniz. Yazılı formada qəbul edirik WhatsApp üzərindən. Eyni zamanda da sosial media hesabından Bəli. İstehlakçı hüququ ilə bağlı. İstehlakçı hüququ əgər həqiqətən də bu deyilən fakt düzgündürsə, bu xidmətdir və xidmət sahəsində olan pozuntu istehlakçı hüququnu pozursa, bununla bağlı da bu sahə üzrə Mərkəzi Bankdır nəzarət edən qurum və Mərkəzi Banka da müraciət edə bilər. Yəni hər hansı bir şikayəti falan varsa Mərkəzi Banka məhkəməyə müraciət eləmək indi 1.5-dən 2.5-ə qalxıbsa, indi bununla bağlı böyük zərər varsa, indi məbləği biz bilmirik də, məhkəməyə müraciət etməsi tövsiyə olunandır. Amma kiçik məbləğə görə deyək ki, 20 manat, 30 manata görə gedib 30 manatda dövlət üçün ödəməyi, yəni biraz məqsədən müvafiq deyil, ona görə də Mərkəzi Banka müraciət edə bilər. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Suallarınızı yazın, göndərin. Burada səsləndirək. Dədəkişi Vəlizadə bugün bizim vəkil qonağımızdır. Sizin və bizim suallarımızı cavablandırır. Mülki məsələlərlə bağlı olan suallar, eyni zamanda digər məsələlərlə bağlı olan sualları cavablandırır. Buyurun. Bir maraqlı məsələ var. İstəyərdim onu da izləyicimizlə paylaşım. Deyək ki, ər-arvad arasında mübahisə gedir, boşanma baş tutmayıb, mübahisə davam eləyir və mübahisə edişində tərəflərdən biri vəfat edir. Bu halda sual yaranır ki, digər vərəsə mirasda iddia qaldıra bilərmi? Ümumiyyətlə, mirasa qarşı tələb hüququ ilə çıxış eləyə bilərmi? Bununla bağlı bilinməlidir ki, qanunda dəqiq yadımda qalmır, 2 ilə 3 il olmalıdır. Səhv eləmirəmsə, faktiki nikah münasibətləri 2 ya 3 il olmalıdır. Aralarında olmamalıdır. O halda da dispozitiv normadır. Yəni məhkəməyə səlahiyyət verir ki, məhkəmə onu faktiki vərəsə kimi tanıya da bilər, tanımaya da bilər. Yəni məsələn tutaq ki, ər verdi arvadı məhkəməyə, ər bu gedişdə rəhmətə gedir və əksi də məhkəmə prosesi gedir, məhkəmə 6 aydır gedir. Söhbət boşanmadan gedir. Bəli. Konstitusiya Məhkəməsi bundan bağlı mövqeyi aşkardır ki, o qanunda nəzərdə tutulan müddət səhv eləmirəmsə 3 il olmalıdır. 3 ildən aşağı olsa olmaz. Yəni bu şəkildə bəli, 3 il ərzində bunlar faktiki olaraq ayrı olmalıdır.
Yəni 3 il olmalıdır bunların faktiki təsərrüfatların ayırmaları. Bəli. Belə demək mümkündürsə. Yəni əgər o müddətdən azdısa, deyək ki, lap 1 ildir bunlar dalaşırlar, 1 ildə savaşırlar, məhkəmə prosesi 1 ildir gedir. Konstitusiya Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, təcrübədə məhkəmə gedişində barışan vərəsələr olduğuna görə, daha doğrusu ər-arvad olduğuna görə, ona görə tövsiyə belə qayda nəzərdə tutulub ki, qanun ona görə 3 ili nəzərdə tutub. Bu baxımdan da 3 il ərzində faktiki olaraq, rəsmi olaraq boşanmasalar belə, faktiki olaraq ər-arvad münasibətləri bitən şəxslər vərəsə hesab edilməyə bilər. Bu da imperativ, yəni düzünə göstəriş deyil. Yalnız buna məhkəmə qərar verə bilər. O vərəsə hesab oluna bilər və ya oluna bilməz. Aha, maraqlı bir məsələdir. Digər bir maraqlı sual da var. Dinləyicilərimizdən ünvanlanan suallardan biridir. Yeri gəlmişkən siz də göndərə bilərsiniz suallarınızı. Hazırda həm də canlı yayımdayıq YouTube'da və TikTok'da həm Yurt FM-in həm də Vaxt Medianın səhifələrindən üst suallarınızı yaza bilərsiniz. Deyir ki, sual belədir ki, hərrac yoluyla 50-50-yə 2 kubçalı evi satmaq istəyirəm. Bacım razılaşmır. Məhkəmədə hərrac yoluyla satılması üçün müraciət etmişəm məhkəməyə. Hərrac necə satır evi bilmək istərdim. Bazar qiyməti və ya bazar qiymətindən ucuzmu? Aha. Orada bir şey qiymətləndirmə məsələ var. Demək bölünmə və ayrılma məsələsi ortaya çıxır. Yəqin ki, bütün tərəflər bütün münasibətlərdən yəni özləri razılaşa bilməyiblər. Ümumi birgə mülkiyyət barədə, ümumi paylı mülkiyyət barədə razılaşa bilməyiblər və paylı mülkiyyətin məhkəmə qaydasında satılması üçün müraciət ediblər. Məhkəmə burada ekspertiya keçirdir, əmtəkşünası ekspertiyası keçirdir və əmtəkşünası ekspertiyası nəticəsində əmlaka dəyər müəyyən eləyir. Bəli. Əmlaka dəyər müəyyən eləyir və həmin dəyərlə əmlakın satılması barədə qərar verir. Həmin qərar göndərir icra məmuruna. İcra məmuru həmin qərar əsasında göndərir onu hərraca. Hərrac da hərrac haqqında qanun tələblərinə müvafiq olaraq da hərracı keçirdir. Birinci, ikinci və belə deyək də, yəni bir dəfəyə satmır da. Müəyyən bir qiymət üzərindən satır, olmadı daha aşağı qiymətə əmlakı verir. Əgər satılsa, satıcıdan əldə olunan vəsait məhkəmənin qərarına uyğun olaraq da tərəflər arasında bölünür. Bəs bir tərəfin satılmaya etiraz etməsi necə? O mane olur mu? Etiraz məsələsi birisi də orada. Çünki razı deyirəm mən tutaq ki. Birisi nədir məsələ orada? Mənim əmlak üzərində payım var. Mən bu payı götürmək istəyirəm də. Düzdürmü? Ya ayırmaq istəyirəm, ya bölünməsini istəyirəm əmlakın. Əgər bölünmə fiziki olaraq mümkündürsə, məsələn 4 hektar torpaqdır, 2 hektar, 2 hektar bölə bilirsə, bu bölünür. Bəli. Və ya ayrılır. İndi genişlik fərqini deməyim, ayrılır. Amma mən bunu faktiki olaraq mənzil üzərində, məsələn Qarayevdə yerləşən mənzil üzərində mən bunu eləyə bilmirəm axı, onu bölə bilmirəm axı. Mənim də mülkiyyətim var axı orada. Bunun 2 variantı var. Ya bunu satmalıyıq, ikimiz razılaşıb pulunu bölməliyik, ya sən mənə pul verməlisən, mən çıxıb getməliyəm, ya mənim pulum varsa sənə verməliyəm, sonra gedib ev satmalıyam. Fikrimiz elə bilir. Yəni mənim mülkiyyət hüququm pozulur axı. Yəni mən razı olsan, yəni sizə demirəm də, qarşı razı olsan olacaq, olmasa olacaq. Axı mənim əmlak mülki üzərində mülkiyyətim qalır. 100 min evdə mənim 50 minim qalır orada. Şərti olaraq da mənim də pula ehtiyacım var. Mən ömrümün sonuna kimi gözləyə bilmərəm də. Ona görə qanunverici tərəflərə deyir ki, bir tərəf digər tərəfə kompensasiya verə bilər razılaşmaqla. Ya fiziki olaraq ayrıla bilər, əgər fiziki ayrılması mümkündürsə də. Və yaxud da ki, maddi olaraq belə razılıq olaraq pulla. Ya maddi olaraq öz aranızda razılaşın. Ən pis halda onda məhkəmə nə etməlidir? Yəni nə formada qərar qəbul edə bilər? Hərraca çıxarılıb satılması. Bir də mülki məcəllə göstərir ki, əgər cüzi pay olsa, digər tərəf razı olmasa belə o cüzi pay məhkəmə tərəfindən müəyyən, məsələn deyək 100 min evdə 5 min şərt olur. İndi cüzi payla şey yoxdur, şərt olaraq deyək. Məhkəmə onu kompensasiya verilməklə istədi, istəmədi. Kompensasiya verilməklə mülkiyyəti digərlərinə verə bilər. Aydındır. Deyir ki, ata dünyasını dəyişib, bələdiyyə sənədi ilə adına həyət evi var. Bələdiyyə sənədi ilə. Evdə deyir, nikahdan kənar həyat yoldaşı oğluyla birgə yaşayırdı. İndi deyir, oğul da dünyasını dəyişib. Həmin evə qanuni nikahda olan yoldaşı yiyələnə bilərmi? Qanuni nikahda olan yoldaşı yiyələnə bilər. Nikahdan kənar bir xanım və o oğluyla yaşayırmış. Söhbət evli bələdiyyə sənədi evdən gedir. Bəli. Azərbaycanda nikah dedikdə rəsmi dövlət qeydiyyatına alınan nikahlar nəzərdə tutulur. Azərbaycanda vətəndaş nikahı hüquqi təminat altına alınmır və yalnız orada uşaqların hüquqları baxımından nikahda və ya nikahdan kənarda doğulan uşaqların hüquqları ilə bağlı bərabər tutulur. Uşaqların hüquqlarına təsirlənir. Amma və lakin qadın, yəni arvad statusu yalnız rəsmi olduqda tanınır. Rəsmi arvadı, əgər faktiki nikah münasibətlərinə bayaq dediyim kimi, əgər faktiki nikah münasibətləri məhkəmə tərəfindən o göstərilən müddətdən çox olduqda məhrum edilməsə vərəsəlikdən də, məhrum edilməsə, ola bilər məsələn o kişinin babası ola gələ, bununla bağlı da subyektiv hüquq olmalıdır. Məsələn, qeyri-rəsmi nikahda olan qadının həmin o qadını məhkəmədə və vərəsəlikdən məhrum etmək üçün iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki o
qanunun gözündə vərəsə deyil. Amma babası məsələn deyək də, oğlan atası. Atası gəlib həmin o qadın məsələn deyək ki 4 ildir, 5 ildir bir yerdə yaşamırlar, ayrıdılar. Rəsmi olsa belə onu həmin o vərəsəlikdən məhrum etməklə bağlı məhkəmədə iddia qaldıra bilər. Ona məhkəmə qərar verəcək. Artıq 3 ildən çoxdur. Hə, bələdiyyə sənədi hissəsinə gələndə bayaq da dediyim kimi, bələdiyyə sənədini aparır, notariusa təqdim edir. Notarius vərəsəlik işi ilə bağlı məktub ünvanlayır Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə ki, bununla bağlı həmin o reyestr vəfat etmiş şəxsin adına reyestrdə qeydiyyata alınsın, kupça verilsin. Kupça deyək də, indi çıxarış verilsin. Hə, çıxarış əsasında yaxınlaşa təzən notariusa, notarius ona şəhadətnamə verir. Bələdiyyə sənədində problem varsa, Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr imtina versə, imtinanın əsaslarına uyğun olaraq o məhkəməyə verilir. Məhkəmə qərarı əsasında çıxarış alındıqdan sonra artıq vərəsəlik məsələsi həll olur. Həll olur. Təşəkkür edirəm sizə ətraflı cavabınız üçün, minnətdaram və qısa və lakanik cavablar istəyəcəm. Düzdür, çox gözəl izah edirsiniz, bütün detalları qeyd edirsiniz. Məsələn, dinləyicimizin biri sosial media hesabından yazıb ki, atam mənə miras ev verib. 2 il olar indi boşanma ərəfəsində. Yəni 2 il olar ki, miras ev verib. İndidir boşanma ərəfəsindəyəm. Məndən evi tələb edirlər. Yəni böyük ehtimal ki, xanımı evi tələb edir. Yəni belə olan halda, yəni xanım boşanmada evi tələb edə bilərmi? Mirasından verilən evi. Ər yəqin ki. Bəli, ərə verilən mirasından olan evi tələb edə bilərmi? Birinci baxmaq lazımdır verib anlayışına da, yenə təkrar edirəm. Əgər burada biz götürək bağışlamanı da, yəni vəsiyyətnamə ilə keçibsə, digər tələb eləyə bilmir. Bağışlama ilə verilibsə, Ali Məhkəməndə bununla bağlı mövqe ondan ibarətdir ki, bağışlasa belə, əgər ümumi ailənin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə veribsə, bəli, ümumi ailəyə vermiş sayılır. Məsələn, məndə bir iş olmuşdu, iddiaçı özü öz əlindən yazmışdı, iddia ərizəsində yazmışdı ki, atam biz kirayədə qalmayaq, kirayələrdə sürünməyək deyə bunu bizə bağışladı ki, biz normal evdə yaşayaq. Biz normal yəni evdə ailə. yaşayaq. Hə, artıq ailəyə bağışlamış sayılır, şəxsə yox. Fikrinizi elə bilirəm də yəqin. Bu artıq nikahda predmet olacaq. Ailə məhkəməndə budur. Amma yox, ata bilavasitə qızı üçün bağışlayıbsa, indi onun işin hallarına uyğun bağışlamalı. Məsələn, zaten bunların evləri var idi, mənzilləri var idi. Ata götürüb qızına evin bağışlayıbsa, nikah ailə məcəlləsi göstərir ki, burada vəsiyyətnamədir yer gəlmişkən. Vəsiyyətnamə artıq tələb hüququ istisna olunur, çünki vəsiyyətnamə əsasında keçir, ailənin birgə təsərrüfatından formalaşmır, ümumi ailəyə verilmiş sayılmır, çünki qadın orada necə deyim, ata ilə bağı yoxdur. Qadın vərəsə sayılmır. O birinci növbəli vərəsələrdə kimlərdir? Daha doğrusu qaynata ilə bağı yoxdur. Hə, qaynata ilə bağı yoxdur da. Arvadın qaynata ilə bağı olmadığına görə orada birinci növbəli vərəsə artıq kişiyə görə verilmiş sayılır da, ərə görə verilmiş sayılır. O da ki, birgə təsərrüfatdan formalaşmadığına görə, bir ay bir yerdə işləyib qazanmadıqlarına görə, belə lord dildə desək də, artıq o məhkəmə predmeti ola bilməz. Məhkəmədə bölünə bilməz yəni. Bölünə bilməz. Aydındır. Lakanik bölünə bilməz deyənə bölünməsi qanunda nəzərdə tutmayıb. Ər istəsə bölə bilər. İndi ərindir. Hə, yəni özü istəsə. Amma belə yəni məhkəmədə sən o evdə mənə verməlisən deyib də onu bir əsas kimi gətirməsi. Məhkəmə o formada qərar qəbul edəcəyinə inanmıram deyək. Aydındır. Bu sualı da cavablandırmış olduq. Yeri gəlmişkən suallarınız varsa siz də yaza bilərsiniz. Gələn suallar var. Qısa bir reklam arasına keçək. Reklamları dinləyək, daha sonra qayıdaq ki, digər suallara da birlikdə cavab almış olaq. Kaldığımız yerden devam edirik. Bugün bizim vəkil qonağımız Dədə Kişi Vəlizadədir. Sizin və bizim suallarınızı cavablandırır. Yazın siz də suallarınızı göndərin. Bir dinləyicimiz bizə mesaj göndərib ki, deməli onların bir müddət əvvəl, yəni bir neçə il əvvəl etibarnamə ilə torpaq sahəsi alıblar. İndi həmin o torpaq sahəsində ev tikiblər, ev inşa ediblər və həmin vaxtlarda etibarnamə 3 illik verilirmiş və indi deyir ki, biz 3 ildən sonra etibarnamənin vaxtını uzatmaq istədik, həmin şəxsi tapaq, amma əlçatan olmayıb. Yəni etibarnamənin vaxtını uzada bilməyiblər. İndi 20 ildir həmin evdə, həmin torpaq sahəsində tikilmiş evdə yaşayırıq. İndi bilmirik deyir, adamı da tapa bilmirik və belə olan halda biz evi necə, hansı formada sənədləşdirə bilərik? Mən də bilinməlidir ki, çox təəssüf ki, bizdə, bəlkə də bizim ölkədədir, kənarlara maraqlanmamışım açıq məsələni, etibarnamə ilə nəsə alma ifadəsi var. Adına baxanda etibarnamə, yəni nəyəsə etibar etmək, yəni bir şey mənimdir ki, onu etibar edirəm. Etibar edirəmsə, etibar elədim adamın yenə olmur, yenə də mənim olur. Sahibinin olur, bəli. Və etibarnamə istənilən anda etibar edən şəxsin mülahizəsinə uyğun olaraq ləğv edilə bilər. Etibar edən şəxs indi mobil notariat proqramı çıxıb Ədliyyə Nazirliyi tərəfindən verilib. Yəni bir punktu basmaqla, bir knopkanı basmaqla o etibarnaməni ləğv eləyə bilər artıq. O baxımdan da izləyicilərimizə də deyək, hamıya deyək ki, etibarnamə ilə nə isə almayın. Dövlət qeydiyyatı bax ola bilər, digər
xərclər çıxa bilər, amma etibarnamə ilə nəyisə almayın. Artıq etibarnamə ləğv olunubsa, etibarnaməyə xitam verilibsə, şəxs ölməli, mülki məcəllədə göstərir, etibarnamənin ləğvi üçün əsasdır. Konkret isə necə etsin? Nəsə varmı yolu? Mən onu demək istəyirəm, heç bir halda o vərəsəlik qaydasında keçən şəxs var, artıq onundur o torpaq. Yəni əgər bələdiyyə sənədi varsa, yəqin ki, etibarnaməçi demək bələdiyyə sənədi iləndir. Bəli. Bələdiyyə sənədi ilə olan torpaqda da gələk 99-cu ildən hesablayanda 30 il bundan sonra yaşasınlar ki, onların mülkiyyət hüququ bəlkə tanındı. O da mülkiyyətçinin bələdiyyə torpağından istifadəsində qalsa, mülki məcəllədə göstərir ki, 30 ildən sonra mülkiyyət hüququ tanına bilər. Konstitusiya məhkəməsi də deyib ki, 99-dan bəri 30 ildir. Yəni 2030-cu ildən sonra da. 2050 yəni neçə eləyir? 2030-dan sonra bəlkə onların mülkiyyət hüququ tanındı. Həmin anda artıq Konstitusiya məhkəməsi və məhkəmələrin mövqeyini alacaq, onu deyə bilmərik. Amma indiki halda etibarnamə ləğv olunsa, həmin əmlak üzərində onların demək olar ki, heç bir hüquqları yoxdur. Lakonik cavab verək, çox xahiş edirəm. Çox vaxtımız azdır. Cəmi 9 dəqiqəmiz qalıb. Deyir ki, dinləyicimiz bizə bir də sosial mediadan da yazıblar. Deyir, öncə atam, sonra qardaşım vəfat edib. Qardaşımın oğlu var. Miras necə bölünə bilər belə olan halda atamın adınadır ev. Öncə deyir atam, daha sonra qardaşım vəfat edib, qardaşımın oğlu var. Miras belə olan halda necə bölünəcək? Ev də atamın adınadır. Ata əmlakı əgər miras qaydasında keçməyibsə, o dövrdə vəfat edibsə, bu irsi transmissiyadır. İrsi transmissiyada da keçir, onun övladlarına ataya çatası pay, atanın yerinə onun övladları. Əgər övladlarının da qanun nümayəndəsi varsa, yəqin ki, ana var. Ana övladlarının adından çıxış eləyəcək. Vərəsə övladları hər bir halda ana bətirində 3 aylıq, hətta ana bətirində vərəsə hesab olunur. Bəli. Ona görə də normal qayda övlad həmin o rəhmətə gedən qardaşın yerinə uşaqların anası çıxır, uşaqların mənafeyinə yol olaraq da keçəcək uşaqların adına. Uşaqlar bəs qardaş, yəni digəri də özünə çatanı alacaq. Aha, aydındır. Sizin də suallarınız varsa yeri gəlmişkən bizə ünvanlaya bilərsiniz. Deyir ki, anam rəhmətə gedib, 2 bacıyıq. Anam rəhmətə gedib, 2 bacıyıq. Deyir ki, atam məndən icazəsiz evi, mülkü bacıma verə bilərmi? Mənim qolum, imzam olmadan bu mümkündürmü? Ana vəfat edib də, düzdürmü? Bəli, 2 bacıdırlar. Ata deyir. Ana vəfat edibsə, birinci anasının çatacaq əmlaka görə həmin şəxs vərəsə kimi çıxış eləyir. Həmin o 50% anaya çatacaq, həmin o ananın payında vərəsə kimi çıxış eləyir. Bəli. Atanın payına münasibətdə də bayaq da dedik, vərəsəlik verə bilər, ata özünə çatacaq o 50% payda. Vərəsəlik qaydasında verə bilər bir övlada. Amma versə belə digər övladın icazəsi olmadan verə bilər. Sual budur, icazəsi olmadan verə bilər. Versə də digər övladın artıq məcburi pay hüququ saxlanılır. Aha, məcburi pay hüququ saxlanılır deyirsiniz. Deməli, digər bir sual var. Deyir ki, atam öz tanışından torpaq alıb adına keçirməyib. Atam rəhmətə gedəndən sonra torpağı əmimin adına keçirilib. Atamın tanışı tərəfindən, kimdən ki tanışından o torpağı almışdı. Həmin atamın tanışı deyir ki, mən bilməmişəm belə olduğunu, sənə haqsızlıq olduğunu anlamamışam, bilməmişəm. Yəni atanın torpağını sənə yox, qardaşına keçmişəm. Məhkəməyə ver, yanındayam. Yəni belə olan halda deyir, perspektiv varmı? Orada da dediyim kimi baxmaq lazımdır işin faktiki hallarına, amma artıq əmin adına keçilibsə, bu halda işin faktiki halını sübut eləyə bilsələr, bəlkə məhkəmə tərəfindən mülkiyyət hüququ yalan həqiq baxımdan müəyyən edilə bilər, amma dediyim kimi o keçmək üsuluna baxmaq lazımdır. Bu kimi məsələ qiymətləndirmək lazımdır. Perspektiv azdır, amma yalan əqd kimi qiymətləndirib, yəni başqa əqdi pərdələmə məqsədilə tərəfin niyyəti həqiqətdə bu əqd yox, başqa əqd olubsa yalan əqd kimi qiymətləndirilə bilər. Perspektiv azdır, amma məhkəməyə müraciət etmək hüququ qalır. Yəni işin faktiki hallarına qiymət verib tövsiyə edirəm ki, hər hansı vəkilə yaxınlaşsın, işin faktiki hallarını bildirsin. Dediyim kimi, yalan əqd olduğunu sübut edə bilsə, yalan əqd etibarsızdır. Etibarsız olduğunu müəyyən edib öz mülkiyyət hüququnu tanıtıra bilər. Dediyim kimi, bununla bağlı konkret mövqe demək olmur. Deyir ki, şəhid ailəsinin üzvünə pul verirdilər. Yəqin ki, müavinət nəzərdə tutulur. Şəhidin yoldaşı deyir, rəhmətə gedəndən sonra o pul kəsildi. Yəni, adətən qanunvericidir beləmi müəyyənləşdirib? Yəni, şəhid ailəsinə pul verirmişlər və şəhidin xanımı alırmış həmin pulu. Belə anladım. Deyir, həmin o xanım vəfat edəndən sonra, rəhmətə gedəndən sonra o pul kəsildi. Şəxsi xarakterlidir. Yəni, pensiya məsələsi, pensiya hüququ şəxsi xarakterli olduğuna görə yəqin ki, başqa biri yox imiş deyə ona verilmiş, şəhid ailə üzvü olduğuna görə şəhid ailə üzvü şəxsi olaraq xarakterlidir. Yəni, o ona aiddir. O şəxsin özünə aid hüquqdur. Vərəsəlik qaydasında keçmir. Məsələn, ata rəhmətə getdi, başqası gəlib atalıq eləyənməz. Burada yoldaşı odur. Fikrimiz ailə bildirəndə yəni demək istəyirəm. Yəni övladları onu almaq kimi bir lüksü, şansı yoxdur. Artıq övladların özləri şəhid ailə, yəni müraciət eləməlidir. Çünki o rəhmətə gedə baxın, övladları şəhid ailə üzvü olduğuna görə artıq özləri tələb etməlidir. Onun nümayəndəsi tələb etməlidir ki, bunlara bu ödənişi ödəyin. Amma yəqin ki, o
hüquq qadına həmin o vərəsəlik müavinat indi təyin olunmuş deyə o rəhmətə gedəndə kəsilib. Hazırda deyir hərraşla deyir torpaq almaq olurmu? Bu arada qaydalar mövcuddurmu dinləyicimiz soruşur. Necə? Hərraşla deyir torpaq almaq mümkündürmü? Yəni qaydalar deyir varmı? Hərrac haqqında qanun var və bununla bağlı da hərracın saytı var. Həmin sayt vasitəsilə müraciət edib hərraca çıxarılan predmetlər torpaq ola bilər, daşınar, daşınmaz əmlak ola bilər, əldə etmək mümkündür. Suallarınızı verə bilərsiniz əlbəttə. 099 907 907 bizim WhatsApp nömrəmizdir. Oradan öz suallarınızı göndərin. Biz də burada səsləndirib cavabını birlikdə almış olaq. Eyni zamanda bizi sosial media hesabından da izləyən izləyicilərimiz var. Həm Yurd FM-in, həm də Vaxt Medianın YouTube və TikTok səhifələrində canlı yayımlanırıq. Oradan da suallarınızı yaza bilərsiniz. Qardaşım mənə ev bağışlayıb, satsam mənim yaxınlarımın pay hüququ yaranırmı? Qardaşım mənə ev bağışlayıb, satsam yaxınlarımın pay hüququ yaranırmı? Yox. Yəni satmaq istəsə sata bilər. Digərlərinin hansı pay hüququndan söhbət gedir? Hər halda. Özünə məxsus əmlakı üçün şəxsi ötürür. Yəni paydan söhbət getmir axı. Deyir ki, əvvəl yoldaşım rəhmətə gedib, sonra qaynanam vəsiyyətnamə baldızıma evi verib vərəsəliyə götürə bilər. Vəsiyyətnamə deyir, evidir baldızıma verib o orada ölüm anına baxmaq lazımdır. Vaxtımı çox az deyə mən qısa deyim. Ölüm anına baxmaq lazımdır. Ölüm anında birinci qaynana rəhmətə gedib. Sonra birinci övlad rəhmətə gedib. Rəhmətə gedib. Amma birinci övlad rəhmətə gedib. Qaynana sonra rəhmətə gedibsə, əgər uşaq yoxdursa, həmin o qadın var, o vərəsə sayılmır. Çünki qadın rəhmətə gedəndən sonra qadının payı ərə keçir deyə, ərə dədi deyə, irsi transmissiya qaydasında ər rəhmətə gedəndə arvad ona pay hüququndan çıxış eləyə bilər. Amma birinci övlad ölür deyə əlaqə itir. Artıq övlad öldükdən sonra gəlinlə qaynana arasında əlaqə olmadığına görə artıq övlad ölüb, qaynana öləndə sıra baxımdan artıq gəlinin həmin uşaqları yoxdursa, gəlinin həmin əmlaka pay hüququ aradan qalxmış olur. Çünki ortada bağ itdi. Bəli. Yəni övlad öləndə artıq gəlinlə qaynana arasındakı əlaqə itdi axı. Yox, əgər birinci qaynana ölür, sonra övlad ölürsə, axı övlada keçdi bu. Bu hüququ oldu. Öləndən sonra övladın arvadı ərinin hüququnu davam elətdirir. Çünki onun arvadıdır. Bəli. Və belə olan halda övladlar necə? Məsələn, nənənin tutaq ki vəfatından sonra atasının da o evdə deyək ki, hansısa bir pay hüququ var deyib, nənənin adında olan bir torpaqdan gedir söhbət. O tələb etmə hüququ varmı? Təbii ki, tələb etmə hüququ var. Əgər vərəsəlik atıya keçənə qədər rəhmətə gedibsə, irsi transmissiya qaydasında övladlara keçir. Yox, ondan sonra rəhmətə gedibsə, artıq hər bir halda bayaq da verilən sualla bənzər sualdır. Rəhmətə gedirsə, onun birinci növbəli vərəsələri gəldi onun hüququnu əldə edir. Deyir ki, bizim atadan qalma torpağımız var. Bacı və qardaşlarım bu torpağın mənim adıma keçməsi üçün razılıq ərizəsi veriblər. Adıma keçirmişəm. Sonradan o ərizəni ləğv etmə hüququ varmı? Bu barədə soruşur. Artıq keçirilibsə, notarius təsdiq edibsə, mülkiyyət hüququ dövlət qeydiyyatına alınıbsa, əgər mülki məcəllədə göstərilən hallar, nə bilim, hədə qorxu, aldatma, sui-istifa hakimiyyətdən yəni digər hallar yoxdursa, yəni artıq notarius qeydiyyata alıbsa, təsdiq edibsə, yəni ləğv mümkün deyil. Son bir sualda səsləndirək dinləyicilərimizdən gələn suallardır. Deməli, sualı belədir, deyir ki, həyət evinin çıxarışı var, lakin torpağın çıxarışı yoxdur və çıxarışda torpaq dövlət mülkiyyətindədir. Lakin torpağın təyinatı isə yaşayış məntəqələrinin təyinatıdır. Sual bundan ibarətdir ki, mən bu evə torpağın da çıxarışını ala bilərəmmi və ya necə ala bilərəm? Tek pasportda deyir var. Mülki məcəllə göstərir ki, bina harda yerləşir, onun altındakı torpaq sahəsi həmin o mülkiyyətçiyə məxsusdur. Yəni, amma o torpaq sahəsini dövlətin adındadırsa, onu dövlətdən özəlləşdirmək, dövlətdən almaq lazımdır. Yəni dövlətindir, dövlətin də torpaq sahəsində baxmaq lazımdır, hansı qurumun icra hakimiyyəti olur da çox zaman. Yəni artıq orada dövlət torpaqlarını özəlləşdirmə məsələsi, daha doğrusu müraciət eləməlidir. Yəni orada da dövlət satmaq istəsə satacaq, çünki ona torpaq verilməyib də, üzərindəki ev verilib. Yəni bu baxımdan da dediyim kimi müraciət eləsin icra hakimiyyətinə. Son bir məsələni də bir aydınlaşdıraq. Deyir ki, 2022-ci ildə deyir qanun dəyişikliyi olub, deyir ev bağışlansa da məcburi pay ver deyilir. Belə bir hal varmı? Nə? Az əvvəl o məcburi payla bağlı soruşmuşdu ki, qardaşım mənə ev bağışlayıb, deyir, satsam mənim yaxınlarımın pay hüququ yaranırmı? Siz izah etdiniz, ardınca həmin o dinləyicimiz yazıb ki, 22-ci ildə deyir qanunda deyir dəyişiklik olub, ev bağışlansa da məcburi pay ver deyilir. Bir payın yarısı qədər məcburi payı var. İndi qardaşı buna bağışlayır, bu da götürür onu satır. Bəli.
Qardaşı rəhmətə getsə 2 il ərzində bunu demək istəyir. 2 il ərzində qardaşı rəhmətə getsə, Bəli. onun vərəsələrinin payın bir payın yarısı qədər pay hüququ yaranır. Yəqin bunu demək istəyir. Əgər sualdan belə çıxar ki, hə, məcburi pay hüququ var. Yəni bir payın yarısı qədər həmin sizdən tələb eləyə biləcək ki, bir payın yarısı qədər mənim payım var. Amma rəhmətə getməsə necə? Getməsə Heç bir yaranmır, pay hüququ 2 ildən yoxdur. sonra zaten o hüquq da itmiş olur. Suallarınızı səsləndirdik, cavablandırdıq. Təşəkkür edirik sizə. Dədəkşi bəy, çox sağ olun, gəldiniz. Ətraflı şəkildə suallarınızı cavab İnşallah ki, verdiniz. faydalı oldu. Minnətdarıq sizə. Beləcə Radio Sağ olun. Vəkili proqramının bu günə və bu həftəyə olan buraxılışını yekunlaşdırdıq və yeni həftədə yeni qonaqlarla, yeni mövzularla yenə qarşınızda olacağıq. Yenə hüquq müstəvidi olan suallarınızı burada dinləyib cavablandırmağa çalışacağıq. Bu gün isə bu qədər. Vəkilimizə təşəkkür edirəm. Qeyd edim ki, vəkilimiz Sağ olun, Dədəkşi xoş Vəlizadə idi. Vəkillər kollegiyasının üzvü, sağ olsun, suallarımızı cavablandırdı və sizinlə Radio Vəkildə mən Xəyal Orucoğlu idi. Yeni həftədə yenidən eşidilmək ümidi ilə bu gün sağollaşırıq. Hələlik. Radyo Vekil